İzləyiciləri, bugün yenə də sizlərlə belə bir blok sualı ilə qarşınızdayım. Deməli, verib ki, 2n-6 faktorial nə zaman 2n-6-ya bərabər olar? Yəni, belə qısası belə deyək ki, bir n faktorialın nə zaman özünə bərabər olduğudur. Bax, gəlin faktorialları bir araşdıraq. Burada artıq özünüz görəcəksiniz. 1 faktorialın cavabı eləyir 1. 2 faktorialın cavabı eləyir 2. 3 faktorial artıq özünə bərabər ola bilməz. Burada 6 eləyəcək. 4 faktorial bu şəkildə gedir. Bəs yaxşı, hansı faktorialların cavabı özünə bərabər oldu? 1 faktorialdan 2 faktorialın. Deməli, buradan belə ortaya çıxır ki, 2n-6-nın qiyməti əgər 1 olardısa, özünə bərabər olar. Hansı ki, 2n bərabərdir 7-yə, n-imizin qiyməti olacaq 3.5. Bu bir qiyməti. Bəs 2 faktorial da 2-yə bərabər deyilmi? Onda 2n-6 faktorialdır, bərabərləşdirin 2-yə. Deməli, 2n bərabərdir 8-ə, n-imiz də bərabərdir 4. Bu da bizdən istəyir ki, n-in ala biləcəyi qiymət cəmi 3.5-in üstünə 4 gəlsək, cavab verəcək 7.5. Ümid edirəm ki, aydındır.